Dostum, əgər həyatda rahatçılıq tapmaq istəyirsənsə, bir şeyi dərk elə. Əgər həyatda rahatçılığı tapmaq istəyirsənsə, bil ki, bu həyat bir oyundur. Bu həyatı bir oyun kimi qəbul eləyəndə həmişə rahat olacaqsan. Və bu oyunda Allah səndəndir, yaradan səndəndir. Yaradan sənin üçün yaradıb bu oyunu ki, sən bu oyunda inkişaf edəsən, ruhu gücləndirəsən, Allahla bağlı bərkidəsən, problemlərin içinə düşüb problemlərdən çıxasan. Bu dünya bir xəstəxanadır. Bu dünya problem yeridir. Sən bu dünyaya xəstəxana kimi bax. Hamı, bütün ruhlar bu dünyaya gəlib ki, sağalmaq üçün. Sağalmayan ruhlar bir də gəlir bu dünyaya. Sağalan ruhlar bu dünyanı tərk edir, gedir. Bunu bil. Hamı bu dünyaya xəstə olaraq gəlib. Sən belə buna bir oyun kimi baxsan, bir xəstəxana kimi baxsan bu dünyaya, sənin işin çox rahat olacaq. Sən hər bir an başa düşəcək, qarşındakı insan sənə bir aqressiv danışanda və ya haqqıva girəndə, sən başa düşəcəksən ki, bu xəstədir. Bunu qəsdən eləmir. Bu bura gəlib, bu da öz alacaq. Yəni haqqıva girirsə, əmin ol ki, onun da haqqı alınacaq. Narahat olma bunu. Ona görə heç kimin haqqına girmə. Əksinə, insanlığa tövbə verməyə, xeyir verməyə çalış. Sən bu oyunda, yəni sən bu həyatda ömür boyu rahat yaşamaq istəyirsənsə, daxili o trivoqan, narahatçılığın, qorxun, sən onlarla sağollaşmaq istəyirsənsə dostum, sən bilməlisən ki, bu həyat bir oyundasan və bu oyunda yaddan çıxartma heç bir an ki, sən bu oyundasan. Doğrudan da bu həyat bir oyundur. Biz bu həyatı oynayırıq, bu həyatı gözəl oynamalısan. Sən həyatı çalış ki, bomba oyna. Sən bu həyatı oynayanda fikirləş ki, 5 ildən, 10 ildən sonra bugün elədiyim mənə töhfə verəcək, insanlığa töhfə verəcək, Allaha töhfə verəcək, kainata töhfə verəcək, yaxşılığa doğru. Ona görə mənim dostum, bil ki, Allah səninlədir. Problemə düşəndə qorxma, oyundur. O oyunda mütləq ki, çıxış yolu var. Mütləq ki, çıxış yolu var. Hər bir dərdin bir dərmanı var. Bu elə-belə deyilməyib. Yəni bunu sən bir dərd kimi baxma, bu həyatda yaranan bir problemdir, səni bərkitmək üçün, səni gücləndirmək üçün, səni daha da yaxşı eləmək üçün, səni daha da Allaha yaxın eləmək üçün, səni daha da energetik olaraq güclü eləmək üçün, tərpənməyən eləmək üçün. Sən nə qədər ki, bunu biləcəksən ki, bu həyat bir oyundur, bu oyunda məğlubiyyət də var, qalibiyyət də var. Bu oyunda sevgi də var, peşmançılıq da var. Hisslər həddindən artıq çoxdur bu həyatda. Reallıqlar, senarilər həddindən artıq çoxdur. Yaddan çıxartma ki, bugün verəcəyin qərar sənin sabahki senaride yazır. Həyatın necə gedəcək? Sən bugün addımı nəyisə xeyir üçün, insanlığa xeyir üçün, özün üçün xeyir üçün, Allaha xoş üçün, ətrafın, gələcəyin üçün eləyirsənsə, sən gələcəkdə o yaxşını alacaqsan. Yox, sən bunu fikirləşmədən, bunu eləyim, boş şeydir. Gedər, yox, sənin həyatın pis olacaq. Və ən maraqlı bir nüansa toxunum ki, sənin bugün yaşadığın həyat daha əvvəl qəbul elədiyin qərarlardır. Yəni bunu bil. Bu həyatın qanunudur, bunu mən demirəm, bu metafizikanın qanunudur. Nəyi əkərsən, onu biçərsən. Ağacı əkirsən, ağaca qulluq edirsən. Bir müddətdən sonra ağac böyüyür və öz bəhrəsini, baharını verir. Və sən onu alırsan, yeyirsən, xeyirlik qazanırsan ondan. Eləcə də sənin həyatın, eləcə sənin özün. Sən bugün özünə yaxşı şeylər ötürməlisən ki, sən gələcəkdə bəhrəsini alasan. Sən bugün attığın addımlardan öncə özünə sual verməlisən ki, bu Allaha xoşdur, mən bunu eləyirəm. Bu Allaha pisdirsə, bu şeytana xidmət edirsən, mən bunu eləmirəm. Onda səni Allah dəyərləndirir. Bu həyat bir oyundur, yaddan çıxartma. Bu həyatda həmişə rahat olmaq istəyirsənsə, bu həyatı oyun kimi yadda saxlamalısan. Nə qədər ki, bu oyunu, bu həyatı oyun kimi yadda saxlayıb, bu həyatı oyun kimi görüb, bu həyatda baş verənlərə oyun kimi yanaşanda, onda sənin hər bir şeyin doğrudan da oyun kimi gedəcək, zövq alacaqsan, prosesdən zövq alacaqsan. Nəsə problem olacaq, qaça-qaça oyna gedəcəksən. Ki bunu, biz uşaq olanda biz bu dünyaya gəlmişik oynamaq üçün. Uşaqlara bax, hər bir uşağım, hamı oynayır, hamı oynamaqla. Sadəcə böyüyə-böyüyə insanlar o qədər ki, həyatı səhv biliblər, o qədər ki, bizə səhv məlumat ötürüblər ki, matriça belə formalaşıb, matriça belə səni, yəni keçirdir rəndədən, yəni bu belədir.
Bunu qəbul eləmək lazımdır. Heç nəyə qarşı protiv çıxmaq lazım deyil. Bunu qəbul eləmək lazımdır. Uşağa bax necə oynayır. Sən ona deyirsən, yox oynama, filan işlə məşğul ol. Yox, oynamaq daha ki, böyük kişisən, oynamaq olmaz. Elə sən elə oynamalısan. O böyük kişiyə bax bir dənə. O böyük kişi dediyi, bəyəm həyatında hər şey düzdür. Yox, oynamalısan. Sadəcə uşaqlıqda uşaq kimi oynayırsan. Orta yaşlarda orta yaşlı oynayırsan. Böyüyəndə böyük yaşlarda kimi oynayırsan. Oynamaq lazım, bir münasibəti oynamaq lazımdır. Və məsələn, oyun, ta ki, tələbəsən, universitetdə. Müəllimlə oynamalısan ki, gözəl bir oyun oynayasan ki, o da sənə qarşı başa düşsün, xoş. Sən ona xoş verməlisən ki, o da sənə xoş alsın. Oyunu gözəl oynamalısan. Oyunu güləriz oynamalısan. Oyunu sevə-sevə oynamalısan. Bilməlisən ki, oyundur. Biləndə ki, oyundasan, vallahi sən oyundasan və bu oyunun sonu var. Bu oyun yəni bitməz deyil. Hamımızın bir müddəti vaxtı var. Bu dünyaya gələn gedir. Bu dünyaya gəlsən ki, bu oyunu oynayasan, bu oyundan zövq alasan, bu oyunda rahat yaşayasan. Rahat yaşamaq üçün biləsən ki, oyundasan və Allah səninlədir. Heç vaxtı daxili Allahın bu yolda səninlə olduğunu yaddan çıxartma. Allahın səninlə olduğunu yaddan çıxardan bir şey varsa, o da şeytan əməlidir. Sənin beynindən girir. O beynə aldanma, o beynə inanma. Onun üstə beyin hər bir informasiyanı bizə səhv ötürür. Biz özümüz dərk eləməliyik ki, nədir, nə deyil. Ona görə dostum, rahat yaşamaq istəyirsənsə, bu həyatın bir oyun olduğunu ilk növbədə bilirsən və həmin ki, ilk növbədə də bu oyunda Allah səninlədir. Bu oyuna Allah səni göndərib və hətta sən doğulandan belə sənin mələklərin var. Sənin mələklərin ana-atan ola bilər, sənin mələklərin bacı qardaşın, səni sevən adamlar ola bilər, sənin mələklərin, sənin görünmədiyin qüvvələr ola bilər. Amma əmin ol ki, sənin mələklərin var və bu oyunda sən yalnız deyilsən, yaradana xidmət eləməlisən. Məqsədini orada tut, için rahat olacaq. Oyundasan, Allah səninlədir və yaradana xidmət eləyirəm. Sən bunları tutsan, sənin də bütün həyatın rahat gedəcək. Sən rahat olacaqsan. Sənin narahatsızlığın bilsən nəyə görədir? Sən bilirsən ki, bunu eləməlisən, bunu deyirsən özünə, eləmirsən, beyin səni fırladır. Sən ona görə narahat həyat yaşayırsan. Sən onları beynini at qırağa, beynini başa sal ki, burada ağa mənəm, mənim dediyimdir, sən mənim köməkçimsən. Onda sən bir işlərini görəcəksən və daxili rahatçılıq, harmoniya tapacaqsan. Sənin narahatsızlığın səbəbi budur. Ona görə dostum, hər momentdə, hər anda, həyatın hər bir gedişatında bunu xatırla. Bunu qulağına sırğa elə, bunu bir beynində ən əsas bir göstərici kimi elə ki, sən oyundasan, biz bir oyundayıq və bu oyunda hər momentdə oyunda olduğu xatırla, Allahla olduğu xatırla, Allahın səninlə olduğu xatırla. Çünki Allah səni sevir. Allah sənə hər bir şey verib. Və Allaha xidmət eləmək üçün və dediklərini eləmək üçün məşğul ol. Onda sənin həyatın rahat olacaq dostum. Onda sənin işlərin də rahat gedəcək. Başa düşürsən? Ona görə dostum, sənə uğurlar arzu edirəm. Arzu edirəm ki, həmişə xatırlayasan ki, yatmayasan ki, sən və ayıq olasan ki, sən bir oyundasan, Allah səninləndir və dediyin sözləri eləyəsən. Daxilində sən bilirsən, nəyi eləməlisən, nəyi sənin beynin istəyir və nəyi sən doğrudan da eləməlisən. Nəyi sən doğrudan da eləməlisən, hansı ki hisslərlə, intuisiya ilə gəlir, onu sən eləməlisən. Hansı ki sənin beynin deyil, beyin öz xayfına istəyəcək. Beyin özünə istəyəcək, beyin doymur. Beyinə birini verəcəksən, onunu istəyəcək. Onunu verəcəksən, yüzünü istəyəcək, xeyri yoxdur. Beyin nidasıqmıdır, beyin doymazdır. Beyin heç vaxtı doymayacaq. Ona görə dostum, yəni yaradıcılıqla məşğul ol. Öz işini gör, yarad. Oyunda olduğu bil, oyunu gözəl oyna. Allahın səndən olduğunu bil. Rahat ol və özünə dediyin, verdiyin sözləri yerinə yetir, onda rahat olacaqsan. Uğurlar.